Salam, kanalın yeni podkastında hər birinizi yenidən xoş gördük. Bugünkü mövzumuz qadın və fəlsəfədir. Podkastımızın qonağı isə Təbriz Qasımovdur. Xoş gördük Təbriz müəllim. Xoş gördük. Təşəkkür edirəm. Təşəkkür edirəm sizə. Demək, sizin gender bərabərliyi barəsində bir çox çıxışlarınız və podkastlarınız var. Hətta bir dəfə sizin seminarınızda mən iştirak etmişdim. Seminardan sonra kiçik bir söhbət oldu və siz söhbətinizdə belə bir mövzuya toxundunuz ki, niyə bizlər müəyyən kişi filosoflar, mütəfəkkirlər barəsində kitablar yazırıq, onların kitablarına şərh veririk, amma qadın mütəfəkkirlər barəsində kitablar yazmırıq və yaxud onlar barəsində varsa kitablara şərh vermirik. Bu mövzuya toxundunuz və bu mövzu mənim yadımda qaldı və mən sizə təklif elədim ki, bu mövzu barəsində podkast çəkək. Və ilk sualım bu olacaq ki, niyə bəşər tarixində qadın mütəfəkkirlərin rolu azdır? Buna səbəb nədir? Gözəl, maraqlı sualdır. Mən dediyim məsələ ki, niyə qadın mütəfəkkirlər, filosoflar barədə yazı yazılmır, şərh verilir, o təbii ki, daha çox bizim mühitə aiddir. Xüsusilə bu cəmiyyətə aiddir. Çünki başqa dillərdə, məsələn, ingilis dilində, ərəb dilində, fars dilində və digər dillərdə qadın mütəfəkkirlər, qadın filosoflar, qadınların cəmiyyətdə rolu və s. barədə kifayət qədər əsərlər var. Amma o ki, suala gəldikdə niyə həqiqətən tarixə baxanda, indi son 200 ildə, 300 ildə müəyyən bir aktivlik müşahidə olunur qadınlarda, müxtəlif sahələrdə, elm sahəsində, fəlsəfə sahəsində, incəsənət sahəsində və s. Bu aktivlik müşahidə olunur, amma bu son 200 ilə, 100 ilə aiddir. Ondan qabaq isə uzun bir tarix var, uzun bir dövr var və burada biz o kişilərdə gördüyümüz aktivliyi görə bilmirik. Bunun səbəbi nədir? Burada iki mülahizə var, iki yanaşma var. Bir budur ki, şərait məsələsi var. Ki, qadınlar lazım olan, ehtiyac duyulan şəraitə yiyələnmirlər. Ona görə də təbii olaraq onlar aktivlik göstərə bilmirlər. Çünki tarixə baxanda görürük ki, həyat indi çox aktivdir, çox sürətlidir, indi imkanlar çox genişdir, hər şeyə çıxış asandır. Amma tarixdə o cür olmayıbdır. Siz qədim dövrləri təsəvvür edin. Orada həyat necə primitiv idi, necə sadə idi və imkanlar necə məhdud idi. O dövrdə təbii ki, güc faktoru çox önəmli rol oynayırdı. Yəni kimin gücü var idi? Xüsusilə bu fiziki gücdən də söhbət. Əlbəttə fiziki gücdən burada söhbət gedir. Nəyə görə? Çünki insan nəyisə çıxış əldə edəndə təkcə ağılla mübarizə aparmır, ağlın gücündən istifadə eləmir. Bəzən insan fiziki gücdən də istifadə edir və o fiziki güc onda nə yaradır? Avantaj yaradır. Hakimiyyət onun əlindədir. Bu, yəni danılmaz bir faktdır. Fiziki gücün avantajı bu danılmaz bir faktdır və tarixə baxanda görürük ki, kişilər bundan məharətlə istifadə ediblər. Ona görə hər zaman cəmiyyətdə aktiv rol oynayıblar. Bəziləri də belə iddia edirlər ki, məsələn, kişinin işi budur zaten. Qadın da işi odur ki, evdə yemək bişirsin, ailəyə, uşağa körpəyə baxsın. Yəni bu yaradılışdan belə olduğunu deyirlər ki, məsələn, qadının yaradılışı odur ki, qadın evə baxsın, ev daxilində müəyyən işlər görsün və kişinin də işi budur ki, döyüşsün, müdafiə eləsin və ya fəlsəfə yaratsın, kitab yazsın. Kişinin işini buna bağlayırlar. Sizcə bu doğrudur, yəni yoxsa biz bu indi yenə deyirəm, tarixin bütün dövrləri eyni olmayıbdır. Məsələn, onu indi müasir dövrdə bu nəzəriyyəni irəli sürsən, bunu danışsan, yəni insan linç edərlər, topa tutarlar ki, yəni xeyr ola. Nəyə görə məsələn kişi ancaq cəmiyyətdə aktiv olmalıdır, qadın ancaq evdə aktiv olmalıdır və praktikada onu göstərir ki, hər iki cinslər cəmiyyətdə aktiv ola bilər və uğur qazana bilər, bir kifayət qədər. Təhsil sahəsində, incəsənət sahəsində, biznes sahəsində uğur qazanan kifayət qədər xanımlar var. Məsələn, sizin İbn Rüşd fəlsəfəsi barəsində kitabınız var. Orada qeyd etmişsiniz ki, İbn Rüşdə görə qadınlar da əgər müəyyən bir şəraitdə inkişaf edib, həmin kişilərin gördüyü işləri görə bilərlər. Amma bunu İbn Rüşd deyib, tarixən olan müəyyən mütəfəkkirlər deyirlər. Amma bəziləri də bu gün irad bildirirlər. Deyirlər ki, bunlar sadəcə postmodern dövrün uydurduğu bir şey. Postmodern azlıqları haqq verməyə çalışır axı. Qadınlar da bir azlıq kimi, qadınların bəzi yalançı hüquqlarını üzə çıxartmağa çalışırlar. Bu da kapitalizm sisteminin özünə xeyir elədiyi üçün bu cür edirlər. Ümumiyyətlə, bir məsələ var, onu qeyd etmək istəyirəm. İnsanlar öz fikirlərini, belə deyim, qarşı tərəfə yeritmək üçün bəzi müəyyən terminlərdən çox istifadə edirlər. Siz müasir dövrdə görmüsünüz, kapitalizm sözündən çox istifadə edirlər. Nə bilim, liberalizm sözündən çox istifadə edirlər. O biri tərəf gəlir, din sözündən çox istifadə edir, İslam sözündən çox istifadə edir. Və hamı ona bir məna yüklüdür. Məsələn, hansısa bir cəmiyyətdə tutalım, şərq cəmiyyətində bir problem görür.
bunu bağlayır dinlə, İslamla və ya qərb cəmiyyətində hansısa bir problem görür, bunu bağlayır kapitalizmlə və ya məsələn liberalizmlə. Mən iki yanaşmanın da əleyhinə. Bu iki yanaşma da səhvdir. Nəyə görə? Çünki nəzəriyyə ilə praktika hər zaman eyni olmaya bilər. Məsələn, istər liberalizm olsun, istər kapitalizm olsun, istər İslam dini olsun və ya xristianlıq olsun, olan bir nəzəriyyəsinə baxırsan, o nəzəri sisteminə. Bir də insanların özlərini ona mənsub bilən, mənsub hesab edən insanların yaşayış tərzinə baxırsan ki, bunlar bir-birini tamamlayır yoxsa yox. Üstə düşməyə bilər də bunlar. Bəli, 100%. Məsələn, tutalım, bu sosialist və ya kommunist adı ilə fəaliyyət göstərən, insanlara divan tutan sistemlər həqiqətən kommunizm nəzəriyyəsini olduğu kimi icra edirlər, sosializm nəzəriyyəsini olduğu kimi icra edirlər. Yoxsa onlar sadəcə olaraq müəyyən yerəcən sosializm adına, kommunizm adına istifadə edirlər. Ondan sonra öz fikirlərini, öz belə deyim, ideologiyalarını tətbiq edirlər. Öz qüdrətə çatmaq üçün müəyyən vasitələrdən istifadə edirlər. Şərqdə də o cürdür. Bu gün İslam adına fəaliyyət göstərən, din adına fəaliyyət göstərən bütün qruplaşmalar eynidirmi? Onların bütün hərəkətləri İslamı təmsil edirmi? Bax, bu yanaşma, tənqid, mülahizə, burada obyektivlik çox önəmlidir. Çünki qarşı tərəflər bir-birini ittiham edəndə eyni xətaya düşürlər. Tutalım, inançlıdır, hansısa bir qərbdə bir problem görür, hansısa bir sahədə. Başlayır hansısa bir sistemi tənqid etmək, liberal sistemi və ya kommunist sistemi, sosialist sistemi və s. Deyir, bax, liberalizm budur, kapitalizm budur. O da eyni problemi şərqdə görəndə, nə Əfqanistanda görəndə, Pakistanda görəndə, hansısa bir İslam ölkəsində görəndə, o da problemi İslama yükləyir. Deyir, bax, İslam budur deyən onlar elədir. Baxın, ikisi də eyni məntiqi səhvə yol verirlər. Ona görə bizim cəmiyyətdə, xüsusən bizim cəmiyyətdə aktualdır bu şeylər. Bizim cəmiyyətdə insanlar oxumurlar. Gedir insan, yəni tutalım mən bugün özümü hansısa bir sistemə mənsub hesab etsəm, o demək deyil ki, mən bütün hərəkətlərimi o sistemi olduğu kimi şəffaf şəkildə təmsil edir. Bu bizim çox şeyi mən özümdən edirəm, öz ağlımdan edirəm. O gəlib sistemi oxumağa əvəzinə mənim hərəkətimlə sistemə qiymət verir. İndi sistem barəsində danışdıq, praktikada bunu etiraf eləməliyik ki, həqiqətən də praktikada isə şərq dünyasında, qərb dünyasında qadın mütəfəkkirlərə çox da yer verilməmişdir. Bu praktikada belədir. Yəni nə acı da olsa bunu etiraf eləməliyik ki, biz səhv elədik və yaxud səhv oldu. İndi bunun nəzəri cəhətinə baxaq ki, praktikada olmadı. Bəs nəzərdə, İslam nəzərində, yəni buna necə baxılır qadın el öyrənməsi? Deməli, mən burada tarixi şərait məsələsinə xüsusi yer vermək istəyirəm. Nəyə görə? Baxın, gəlin sizə başqa bir arqument deyim. Tarix boyu nə qədər qaradərili mütəfəkkir tanıyırsınız? Demək olar ki, bəlkə tanımıram. Nə deməkdir bu? Yəni qaradərilər ağlı yoxdur. Elə çıxmır. Yəni bu isə yanlış məntiqdir. Yanlış məntiqdir, amma tarix boyu çox ciddi mütəfəkkirlər, çox ciddi aydınlar olub ki, məsələn, Renessans dövrünün aydınları, məsələn Kant kimi, bu insanlar irqçi olublar, rasist olublar. Və bu insanlar deyiblər ki, ümumiyyətlə qaradərili insanların Kant deyib. Bəli, Kant deyibdi və Kantın əleyhinə yazılmış çox ciddi əsərlər var bugünkü. Kantı rasizmdə və ya feministlərin ilə desək seksizmdən itham ediblər. Çünki Kantın həm qaradərilər barəsində, həm qadınlar barəsində rəyi var. Məsələn, Aristoteldə görmək olur qadınlar barəsində dediklər ki, qadınlar qullarla bir tutur. Hətta Konfutsiyada da belə bu düşüncəni görmək olur. Var. İndi mən bu əks arqumenti nə görə gətirdim? Baxın, nə qədər mütəfəkkir, filosof, orta əsrlərdə tarixə yön verən, qədim dövrlərdə tarixə yön verən qaradərli kişi tanıyırsınız? Bir nəfər tanıyıram, o da səhv eləmirəmsə Afrikadaydı. O bir siyasi onda yox, müasirlərindəmi? Tarix boyu. Orta əsrlər, qədim dövrlər. Bu nə deməkdir? İndi bunun mənası budur ki, qaradərli kişilərin ağlı azdır. Yəni bu Kantın o dediyi ki, qaradərli ancaq yaxşı qul ola bilər, yaxşı xidmətçi ola bilər, amma o filosof ola bilməz, o cəmiyyətdə aktiv bir, nə bilim, reformist ola bilməz, siyasətçi ola bilməz. Bunu təsdiqləyirmi? Xeyr, məntiqi. Bəs bu nəyi göstərir? Bu praktikada həyata keçirmədiklərini göstərir. Bu onu göstərir ki, məhdudiyyət olubdur. Şəraitin imkan vermədiyi. Şəraitin imkan. Ümumiyyətlə, bax, qardaşım, bu məsələni biz bəzən həkimlərdə o cür edirlər də, tutan xəstənin müəyyən simptomları var, əlamətləri var. O ancaq ağrı kəsici ilə onu kəsir, xəstəliyin kökünə enmir. Biz də burada danışanda müəyyən simptomları müzakirə edirik, müəyyən əlamətləri müzakirə edirik. Amma çox vaxt məsələnin kökünə enmirik. Məsələn, biz deyirik ki, bəli, tarix boyu qaradərlilərə qarşı münasibət bir mənalı olmayıb. Son
50 ilə qədər. Yəni adi tutalım götürək məsələn Məhəmməd Əli hamımızın tanıdığımız məşhur idmançı Məhəmməd Əli. Məhəmməd Əlinin müsahibələrinə baxın ingiliscəsində. Adam o dövrdə belə 60-70-ci illərdir. Adam o dövrdə gəlir o müsahibənin özündə o qaradəriliyə qarşı sən münasibəti görürsən. Tutalım. Gəlir Məhəmməd Əliyə sual verir. Deyir ki, qaradərili müsəlmanlar niyə belədir? Qaradərili müsəlmanlar niyə belədir? Ümumiyyətlə qaradərili müsəlman niyə də qaradəriliyi ilə assosiasiya edir? Məhəmməd Əli də qayıdır deyir ki, siz niyə ümumiyyətlə müsəlmanlığı qaradəriliyi və ağdəriliyə bölürsüz? Məsələn deyir, heç xristianlıqda bu var, qaradərili xristian, ağdərili xristian. Yahudilikdə bu var və ateistdə qaradərili ateist, ağdərili ateist yoxdur. Niyə məhz İslam'a gələndə qaradərili müsəlman, ağdərili müsəlman? Yəni tarix boyu qaradərili insan bunun həyatında bu ciddi məhdudiyyətlər olubdur. İndi biz müzakirə edirik ki, hə, insanların onlara qarşı münasibəti belə idi, sərt idi, normal deyildi, məhdudiyyətlər var idi. Bunlar gözəl öz yerində. Amma məsələnin kökünə biz getmirik. Bu fikrin özü necə formalaşıb? Yəni necə olub ki, niyə qadınlara və qaradərlilərə var? Ümumiyyətlə bu kökü hardan çıxıb görəsən ki, insanlarda qaradərli insanlara qarşı allergiya var. Bir çox mənfi, neqativ münasibət var və insanlar onları mental cəhətdən geri hesab edir. Hətta üzr istəyirəm, Avropada və Amerika cizgi filmlərində o vaxt köhnə filmlər var idi. Baxanda orada görürük qaradərliləri necə meymun kimi qələmə verirdilər. Hətta cizgi filmlərdə bu özü də bir təbliğatın bir növüdür. Və dediyim kimi bu, yəni o cizgi filmlərdə ortaya çıxan bir şey deyil. Bu tarixin bir davamıdır, uzantısı, düzdür. Dediyim kimi, yəni bu gün bu problem demək olar ki, həll olunub. Demək olar ki, baxmayaraq ki, bunun müəyyən izləri hələ də görünür. Yəni rasist insanlar var, o heç, amma demək olar ki, dünya səviyyəsində bu gün bu həll olunub. Niyə? Çünki biz siyasətdə də, incəsənətdə də, elmdə də, hər sahədə qaradərli insanların necə uğurla çıxış elədiyini görürük və müasir təcrübə onu göstərir ki, ha, sən demə problem qaradərlinin zehniyyətində deyilmiş. Bizim zehniyyətimizdəymiş, bizim ona yanaşmamızdaymış, bizim ön yarğılarımızdaymış ki, qaradərli insanı nəyə bənzədirik? Görünüş olaraq, məsələn, meymuna bənzədir. Deyir, hə, bu geridir. Niyə? Çünki formaya baxıb qiymət verir. Görsən, formaya baxıb qiymət verir. Ona əsasən bizdən fərqlidirsə demək bir irqin barəsində mühakimə yürüdür və bir irqin bütün imkanlarını məhdudlaşdırır. Bəs buna səbəb nə oldu? Yəni tarixən bu səbəb, təməl səbəb nə deyə bilərik ki, bu belə oldu? Onu dəqiq bilmirik. Məsələ arasındadır ki, əlimizdə dəqiq faktlar yoxdur ki, bu nə zaman harda ortaya çıxırdı. Ehtimallar verə bilərik. İndi bu məsələni mən niyə görə qeyd etdim? Baxın, eyni problem qadınlar barədə var. Bax, siz qeyd etdiniz Aristotel barədə, Platon barədə, orta əsrlərdə Schopenhauer. Əksər filosoflar düşünüblər ki, qadınların təfəkkürü geridədir, qulluq dərəcədə də hətta. Ona görə. Amma burada çox maraqlı bir məsələ var. Həqiqətən qadın zəkası kişi zəkasından geridirmi? Bax, bunu müzakirə etmək lazımdır. Bizə göstərir ki, yəni elə deyil. Praktikada onu göstərir. Ümumiyyətlə nəyi müzakirə etmək lazımdır? Zəka və cinsiyyət arasındakı rabitəni əlaqə. Ümumiyyətlə zəka ilə cinsiyyət arasında rabitə, əlaqə var yoxsa yoxdur? Çünki biz desək ki, əgər zəka ilə cinsiyyət arasında rabitə var, o zaman bu məsələ hardasa müzakirə oluna bilər. Belə deyirlər də, bir arqumentasiya gətirirlər ki, məsələn, kişilər gözəlliyi vəsf eləməyə daha çox xoşlayırlar. Bunlar sadəcə gözəldirlər, sakit, yəni onlar vəsf olmağı xoşlayırlar. Yox, onu məsələn tutalım, bunun riyaziyyətlə nə əlaqəsi var? Riyaziyyətlə bu da məntiqi xətadır da. Sadəcə bu söz oyunudur. Söz oyunudur, səfsətədir. Dedim ki, bunu məsələn tutalım, adam oturur, bir düstur həll edir. Riyaziyyatda, iqtisadiyyatda, həndisədə. Bunun məsələn nə əlaqəsi var? 2 + 2 = 4. Düzdür. Bunun gözəlliyi ilə, qadın olmaqla, kişi olmaqla nə əlaqəsi var? Və ya deyir, qadınlar emosional varlıqdır. Bunun bu düsturu həll etməklə nə əlaqəsi var? Bir nəfərin olmaq bəs ki, bunun iddiasını çürütsün. Bəli. Və belə də bir arqument qeyd edirlər ki, hə, ola bilər 1 nəfər, 2 nəfər ola bilər. İstisnalar qanunu pozulmaz. Amma çoxluq nədir? Çoxluq kişilər. Axı çoxluğu müzakirə edəndə tarixi şəraitdə nəzərə almaq lazımdır. Qaradərlilər məsələsinə gəlir. Qaradərlilər məsələsi mən ona görə xüsusi vurğuladım ki, heç kim bu günəcən çıxıb demir ki, tarix boyu qaradərlilərin heç bir elmdə, fəlsəfədə, incəsənətdə aktivliyi olmayıb. Deməli, qaradərililər, istər kişi olsun, istər qadın olsun, onlar mental cəhətdən, əqli cəhətdən ağdərlilərdən nədirlər?
qeyridirlər. Hətta bu qadınlar barəsində deyənlər belə həmin şeyi deməzlər. Necə? Qara dərilər məsəl üçün deyirlər Bəli, qadınlar. onu demək Qara dərilər barəsində heç vaxt deməzlər. Heç vaxt demirlər, niyə çox xeyirlənmir axı? Onda gərək nə etsin? Rasizmdə ittiham Ha, edirlər. onda gərək nə? Rasizmdə ittiham edirlər ondan əlavə. Onda gərək nə etsin? Kişiləri də iki yerə bölsün. Deyəndə ki, məsələn, kişilər qadınlardan zəka cəhətdən üstündür, hansı kişilər? Qara dərli yoxsa ağ dərli? Orada bir bölgü aparmaq lazımdır. Ona eləyə bilməz deyən, ümumiyyətlə bəzən heç bu mövzu ağlına gəlmir. Bəlkə də bu birinci dəfədir ki, bu mövzu burada müzakirə olunur. Bu arqument birinci dəfədir bəlkə burada müzakirə olunur. Hərçənd ki, mən seminarlarda, gender müharibəsi seminarlarda bu məsələyə üstörtülü toxunmuşdum. Aynı ona görə burada nə müzakirə etmək lazımdır? Həqiqət məsələn, mən bir də Facebookda paylaşmışdım. Tarix boyu bilirsiniz, qadınların ümumiyyətlə təhsil üçün onlar, təhsil qadınlar üçün problem olubdu. Və mən podkastların birində dedim, ilk feminist qadınlar, bunların əsas tələbi nə idi? Tələblərindən biri də təhsil hüququ idi. Çünki orta əsrlərdə təhsil hamı üçün əlçatan deyildi. Hamı üçün əlçatan deyildi, qadın üçün də ümumiyyətlə əlçatan deyildi və qadında da təhsil alan qadınları elə bir təhsil sahəsində məhdudlaşdırmışlar. Ki, hə, qadın müəyyən sahələrdə təhsil alsın. Bunu verək də bu bəsidir. Və Russoda nə deyirdi? Məsələn, Maria Wollstonecraft gəlirdi, tənqid edirdi Russonu. Russo nə deyirdi? Russo deyirdi ki, qadın təhsil alsın, amma onun təhsili nəyə xidmət eləməlidir? Kişini məmnun salmağa. Maria da gəlir deyirdi ki, Maria Wollstonecraft gəlirdi ki, biz oyuncaq kukla deyirik ki, sizi razı salmaq üçün təhsil alaq. Biz də bir fərdik. Biz də bu cəmiyyətin müqəddəratında bir rol oynamağa hüququmuz və zəkamız çatır. Bu bir növ şərq dünyasında da mövcud idi də. Hər yerdə, şərq qərb hər yerdə. Məsələn, o Türkiyədə bir debat oldu bu şərait məsələsi barəsində. Bu bir şəxs əks tərəfdə duran, yəni müsəlmanca sual verdi ki, hanı qadın mütəvəkkillər çıxardınsa? O dedi ki, var. Dedi adını say. O da saya bilmədi. Bu əks tərəfdən o dedi ki, var, amma məsəl üçün göstərdi ki, məhz bunlara görə kişiyə yaxşı baxsın deyə, ailəyə yaxşı baxsın, ailəyə qulluq eləsin deyə onlara bəzi şeylər öyrədirlər, amma elm, nə bilim, fəlsəfə falan bunlara icazə vermirdilər. Və məsələn tutalım indi qadın mütəfəkkirlər haqqında kitablar yazılıb. Məsələn ərəbində də var, ingiliscəsində də var. Qədim Yunandan başlamış orta əsrlər, müasir dövrəcən onların adları qeyd olunub və onların fəaliyyətləri qeyd olunub. Sadəcə olaraq bayaq dediyimiz kimi say cəhətdən təbii ki, məhdudluq var. Burada bir məsələ də var, onu da deyim mən. Deməli mən təcrübəmdə görmüşəm dərslərdə filan. Bəzən olur ki, problem hissi nədir? Bir var, buna bir cins inanır, kişi inanır ki, mən üstünəm, qadın zəifdir. Bu tək tərəfli yanaşmadır. Bir var, bu bəzən iki tərəfli ola bilir. Yəni qadın da inanır ki, o kişidən geridir. Hətta bir dəfə mən bu məsələləri paylaşanda ki, qadının gender bərabərliyi məsələsində bəzən paylaşım edirdim. Bir xanım mənə əks reaksiya verdi ki, bu qadınların əslində fitrətindədir də bu. Qadının özü, mən təəccübləndim hətta ki, sən necə belə düşünə bilirsən? Orada çox təəccübləndim. Və onu biz təlimlərdə çox görmüşük. Adi əmək bölgüsü, evdə əmək bölgüsündən danışanda deyəndə ki, tutalım bu evdə işlər məsələn ola bilər bərabər görülsün. Məsələn bəzi qadınlar özləri etiraz edirdi ki, yəni necə ola bilər ki, kişi də mətbəxə girə bilərmi? Yəni kişinin mətbəxə girməyində nə problem var? Nə problem var? Çünki o gender məsələsi zaten mahiyyəti burada sosial kimlik. Sən özün üçün bir sosial kimlik düzəltmisən. Kişi üçün ayrı, qadın üçün ayrı. Sonra o kimliyə daxil olmayan, o biçdiyin libasa daxil olmayan hər kəsi ittiham edirsən. Sən bunu tamam bizim cəmiyyətdə bu aktualdır. Məsələn bir kişi məsələn qonaq gəlir evə. Düzdür, bir ailə qonaq gəlir. Gəl gör ki, kişi də mətbəxdə həyat yoldaşına kömək edir. O artıq gözünə düşəcək o. O kişiyə light erkək kimi baxırlar. Əslində həqiqətən belədir, yəni cəmiyyətin problemi. Yəni problemdir, həqiqətən problemdir. Adam onu o kişini ciddiyə ala bilmir. Bizim düşüncəmizdə artıq problem. Çünki mən bunun şahidi olmuşam. Məsələn bir dəfə gördüm biri şahidlənir ki, filan kəs necə ola bilər ki, evdə toz soranla ev süpürsün. Evi təmizləsin. Mən özüm etiraz etdim ki, burada nə var ki, kişinin toz soranla evi təmizləyə bilməz. Hətta xanım olurlar. İndi xanım başqa iş görür, bu da bu işi görür. Biz ona görə zehnimizdə bir paltar tikmişik, libas tikmişik. Kim ondan çıxsa, bu libas ancaq kişi üçündür, bu libas ancaq qadın üçün və bu hər iki tərəf üçün də problemdir, ha? Yəni bəzi problemlər kişilərdədir, bəzi problemlər qadınlardadır. Yəni bəzən biz kişilərə elə bir obraz yaratmışıq ki, kişilər üçün. Kişilər ondan əziyyət çəkir.
Ona görə Azərbaycan kimi yerlərdə ailə münasibətlərində bu ciddi fəsad doğurur. Bəzən biz gender bərabərliyindən danışanda deyirlər ki, bu konsepsiyanın mahiyyəti ümumiyyətlə ailəni dağıtmaqdır. Mən də izah etməyə çalışıram ki, qardaşım, bir də konsepsiyaya bax da zəhmət olmasa. Bizim cəmiyyətdə mövcud olan problemlərdən biri budur ki, insanlarımızın çoxu nə oxumaq istəmir, nə dinləmək istəmir. Məsələn, biz konfranslarımızı, tənqid qəbul etmək istəmir. Biz o çıxışlarımız, seminarlarımızı canlı yayımdan paylaşırdıq. O etiraz edənlərə həmişə deyirdik ki, Facebookda filan etiraz edirlər, söyürdülər, təhqir edirlər, şəkilləri paylaşma azlarına gələn yazırdılar. Yəni bu çox görmüşük bunu. Onlara deyirdik ki, və ya hətta xahiş belə edirdik ki, zəhmət olmasa bir dəfə bizim canlı yayıma baxın. Zəhmət olmasa bir dəfə baxın. Adamlar elə şey tənqid edirlər ki, bizim barəmizdə. O şey bizim özümüz tənqid edirdik. Məsələn, bir dəfə biri mənə dedi, yadımdadır. Biri mənə dedi ki, "Dedi qardaş, eşitmişəm sən deyirsən ki, bəs qadın kişi kimi istədiyi kimi icazəsiz evdən çıxa bilər." Mən dedim, mən bunu deməmişəm. Mən bunu tənqid eləmişəm. Mən bunu tənqid eləmişəm ki, bəli, mən bunu tənqid eləmişəm ki, nəinki qadın evdən çıxanda, hətta kişi də evdən çıxanda məlumat verməlidir ki, mən gedirəm, filan yerə gedirəm, fəhmən yerə gedirəm. Bunu deyəndə kişinin kişiliyindən bir şey əskilmir. Əksinə o nədir? Nəzakət qaydasıdır. Qarşı tərəfə hörmətdir. Yəni mən səni sayıram, mən səni adam yerinə qoyuram, mən səni insan olaraq görürəm. Ona görə sənə məlumat verirəm. Birdən başıma nəsə gələr və ya birdən sənin başına nəsə gələr, məlumat verməyə bir yer olsun. Biləsən ki, mən hardayam. İndi bunu nə demək istəyirəm? Nə demək istəyirəm burada? Biz danışırıq, tənqid edirik. Adam qulaq asmır. Və gedir hardasa eşidir ki, eşidirsən filan kəs belə şey danışır. Onu da biz danışmamışıq. Gəlir irad bilir, etiraz edir. Bu çox önyargılı insanlardır. Çox ciddi problemdir. Bizim cəmiyyətdə xüsusilə bizim kimi cəmiyyətlərdə bu geniş yayılıbdır. Hətta bir dəfə biz qrup yoldaşlarımızla falan belə bu məsələ barəsində mübahisə elədik. Mən ümumiyyətlə siz dediyinizi demək istədim ki, ümumiyyətlə yəni əgər bir kişi xanımına hörmət edirsə, yəni vaxtında evə gələr və yaxud gələ bilməsə də onu xəbərdar edir ki, bəzi problemlər oldu, gələ bilmədi və məni tamam səhv anladılar. Elə bildilər mən deyirəm ki, qadınlar evdən çölə çıxa bilməz. Qadınlar müəyyən vaxtda mən başladılar onun üstünə təqsir eləməyə, sərt yanaşmağa. Bu problem hətta bizim yəni düşüncəmizə necə hopub bilmirəm. Bu təkcə bizdə belədir, yoxsa başqa ölkələrdə fərqlidir? Başqa ölkələri indi mən təcrübə etməmişəm, bilmirəm. Amma bizim kimi ölkələrdə, məsələn, ən az indi Azərbaycan mediasına baxırıq, Türk mediasına baxırıq, görürük ki, bu ciddi problemdir. Adi siz bunu nədə görə bilərsiniz? Məsələn, indi səhifələr var, düzdür? Böyük səhifələr var, paylaşımlar edirlər və insanlar rəy bölümündə aktiv rəy yazırlar. Məsələn, adam bir söz deyir. Bir söz. Məsələn, tutaq, mən bir dənə misal çəkeyim. Deməli, təqribən 2 il bundan qabaq bir nəfər danışırdı. Deməli, adamın ünvanı nə idi? Seks patoloq. Bir qardaş idi, ünvanı seks patoloq. Deməli, heç kim bunu danışana qulaq asmır. Hamı girir söyür rəydə. Sən bizim cəmiyyətə əxlaqsızlığı təbliğ edirsən. Sən uşaqlara nəysə pis şeylər təbliğ edirsən. Mən də girdim, baxdım, görüm bu qardaş nə danışır. Girdim, gördüm ki, o qədər yaxşı danışır. Deyir ki, uşaqlarınıza bu həddi-buluq yaşlarında, yeniyetmə yaşlarında telefon, internet zat çox verməyin. Çünki bunlar məsələn şüuraltı olaraq təsir edir və lazımsız saytlara tez oyana bilərlər, lazımsız saytlara girə bilərlər və bu onları təhsil həyatından uzaqlaşdıra bilər. Onlara izah edin, başa salın ki, bu yaşda dərsə fokuslansına bilirlər. Görün ki, o adam yaxşı söz danışır. Prosta ünvan nədir? Ünvan bunların sözündə feminizm ayağına gələn kimi ancaq açıq-saçıqlıq, əxlaqsızlıq, gender bərabərliyi gələn kimi o həmin məsələ gəlir. Problem nədir? Problem. Mən indi onu deyim, bunu da deyim. Bizdə problem təmsilçilik məsələsidir. Bizdə feminizmə o qədər adiyyətsiz insanlar təbliğ edir, o qədər lüzumsuz insanlar təbliğ edir ki, insanlarda feminizmə qarşı bir qıcıq yaranır. Dediyim kimi, burada iki tərəfli bir negativ təsir var. Bir negativ təsir budur ki, bu feminizmi adiyyətsiz olmayan insanlar təbliğ edir və ancaq 18+ şeylər danışırlar. Budur problem. Məsələn, əgər bizim cəmiyyətdə o kök, fundament düzgün qoyulsaydı, yəni feminizmlə danışanlar, məsələn, ailə dəyərlərinə hörmət qoyan insanlar olsaydı, normal təhsilli insanlar olsaydı,
əxlaqi normalara, etik normalara yerində riayət edən insanlar olsaydı, feminizm barədə bu qədər əks reaksiya doğmazdı. Bu insanların adiyyəti olmayan insanların adiyyəti olmayan mövzuları belə deyək, aktiv şəkildə dilə gətirməsi insanlarda qıcıq yaratdı. Bu bir problemdir. İkinci problem də bayaq dediyim problem. İnsan gedir, məsələn, feminizm oxumur. Kitabdan oxumur. İnsan neyini? Kimi görür, ona baxır. Necə ki, mən bir dəfə bunun şahidi oldum. Cənubi Koreyadan bir nəfərlə danışırdım, müəllim idi. Mən ona sual verdim ki, sizin ölkədə müxtəlif məsələləri müzakirə edilir, söhbət dinə çatdı. Sual verdim ki, sizin ölkədə hansı din populyardır? O mənə dedi ki, bizim ölkədə birinci Buddizm populyardır, sonra xristianlıq, axırda da İslam. İslam ən axırdadır. Dedi, Buddizm çünki maraqlı söhbətlər edirlər, insanları yaxşı işlərə, xeyir işlərə təşviq edirlər, axirətdən danışırlar və s. İnsan rahatlaşır. Dedim, yaxşı, niyə İslam axırdadır? Niyə İslamın, belə deyim, imici çox pis formadadır? Dedi, çünki bizdə mətbuatda ancaq IŞİD-in hərəkətləri, törətdiyi cinayətlər təbliğ edilir. İslam yazında bəzi şeylər çıxır. Baxın, siz indi o insanlara neçəsinə izah edə bilərsiniz ki, İslam bu deyil? Və ya siz bizimkilərin neçəsinə izah edə bilərsiniz ki, qərb o deyil? Biz görsən, adam tutalım, hansısa bir hərəkət, məsələn, indi bunu da deyim də icazənizlə. Deməli, məsələn, qərbdə hansısa bir insan bir nalayiq hərəkət edir. Məsələn, tutur, Quranı yandırır, məsələn, deyir. Bilir, qərb mədəniyyəti, bax budur. Ondan da pisini şərq eləyəndə, heç kim şərq mədəniyyəti budur demir, ha. Deyir, filan kəs, filan ölkədə filan hərəkəti törətdi. Qardaşım, eyni adamsan, eyni hərəkətdir, düzdür? Sən, necə oldu ki, bu adam qərbdə bunu eləyəndə oldu qərb mədəniyyəti, şərqdə ondan da pisini eləyəndə və ya ona bərabər bir iş görəndə bu şərq mədəniyyəti olmadı. Hansısa bir şəxsin, hansısa bir şəxsin olmaz ondan. Bu obyektivlik deyil. Burada bir sinə var, təəssübkeşlik var. Burada bu görünür ki, bu adam özünü və ideologiyasını müdafiə etməyə çalışır və hər vəchlə, hər yolla istəyir ki, qarşı tərəfi sustursun. Bu obyektiv yanaşma deyil. Obyektiv yanaşma olmayanda iş müdafiəyə keçəndə orada inkişaf yoxdur. Evet. Çünki hədəf yoxdur ki, biz problemi həll edək, irəliləyək. Orada nə var ancaq? Özümü müdafiə edim və s. Belə deyil də, bu İslam misal seçdik, Koreyada İslam, Koreyada deyəcəksən, Koreyada İslam. Cənubi Koreyada İslam. Yəni bu həmin gender bərabərliyi məsələsində indi biz çıxaq deyək ki, İslam əslində onlar dediyi kimi deyil, eşit deyil, o deyil. Çünki əksəriyyət onu təbliğ edir deyə. Və biz də bir iki nəfər çıxıb onu deyəndə deyirlər ki, sən başqa İslam gətirmək istəyirsən. Sən əslində İslam gətirmək istəmirsən, sən sekulyar İslam gətirmək istəyirsən, amma bizi tənqid edirlər. Və sən səmimi İslam deyilsən. Sən səmimi İslam deyilsən. Çünki sənin təbliğ etdiyin İslam səmimi İslam deyil, səmimi İslam olardı. Biz onlara nə deyirik? Deyirik, yox qardaş, indi bunu da deyim. Deməli, bizdə Azərbaycanda İslamofobiya çox yüksək səviyyədə mövcuddur. Yəni bəlkə də dünyada Azərbaycan ən irəlidə olan ölkələrdən biridir. Baxmayaraq ki, ümumiyyətlə bura müsəlman ölkəsi hesab olunur. Yəni qanun olaraq yox, hüquqi müstəvidə yox. Özü müsəlman hesab edənlər belə İslamdan. Adətən nə olaraq da, yəni müsəlman ölkəsi hesab olunur. Burada İslamofobiya məsələn Avropadan da çoxdur. Rusiyadan çoxdur. Bir vaxtlar kommunizmin, nə bilim, ateizmin mənbəyi olan Rusiyadan belə burada İslamofobiya çoxdur. Bizdə məsələn rəylərdə mən görürəm də insanlar İslama qarşı çox pis tənqid edirlər. İslamı çox pis tənqid edirlər, söyürlər, təhqir edirlər və s. İnançlılar dostlarımız, mömin dostlarımız girirlər, yazırlar ki, inanmırsan hörmət elə. Sən ona hörmət edirsən. Sən ona hörmət edirsənmi? Bu bir. Çünki sən də onu tənqid edirsən, söyürsən. Sən də onu söyürsən, ateistə söyürsən, nə bilim, xristiyana söyürsən. Onlar heç. Sən öz müsəlman qardaşına bəzən söyürsən. Yəni, tutalım biz gender bərabərliyindən danışanda biz nə qədər söyən oldu? Hətta çox asandır. Bir müsəlman asanlıqla kafir deyə bilir. Yəni bizdə tutalım, mən bir dəfə statusda yazdım Facebookda. Dedim, qardaşım, sən yazırsan ateistə ki, inanmırsan hörmət elə, sən hörmət edirsən. 10 dənə status paylaşır, 8-i o biri məzhəbi məsxərə edir. Sən hansı haqla, hüquqla... Mən şey deyə bilərəm, amma sən mənə deyə bilərəm. Ümumiyyətlə, sən hansı səlahiyyətə sahibsən ki, gedib bir ateistə deyəsən ki, inanmırsan hörmət elə. Sən özün hörmət eləyən deyilsən. Sən nə vaxt hörmət elədin özün müsəlman qardaş? Sən özün öz qardaşına, müsəlman qardaşına hörmət eləməyəndən sonra ateistsən niyə hörmət eləsin? Sənin qardaşına niyə hörmət eləsin? Adam deməz ki, sən özün özünə hörmət eləmirsən, mən niyə hörmət edirəm?
Və ya məndən ki hörmət tələb edirsən, sən niyə hörmət eləmirsən? Bizdə belə bir şey var. Bizə hörmət eləsinlər, amma biz hörmət eləməsək də olar. Bu əslində nədən qaynaqlanır? Yəni mən həqiqətin özüyəm. Ona görə hamı mənə hörmət eləməlidir. Mərkəzçilik var. Bəli. Mən mərkəzdə dayanmışam. Bu çəkin buradan kənara çıxsa artıq o qeyri-həqiqi tənqid eləmək lazımdır. Təhqir eləmək lazımdır. Bu cür düşüncə yanır. Və qadına münasibətdə də biz bunu görürük. İndi mövzumuz qadından gəldi, düzdür? Bayaq dedik, qadın zəkası ilə cinsiyyəti nə etmək lazımdır? Burada müzakirə etmək lazımdır ki, ümumiyyətlə cinsiyyətlə zəka arasında bağlılıq var yoxsa yox? Çünki zəka metafizik bir həqiqətdir, ruhi bir həqiqətdir, mənəvi bir şeydir. Ruhun cinsi var, onu düşünmək lazımdır. Fiziki şeylər, onlar tamam fərqli şeylərdir. Mənim müşahidə etdiyim ən ciddi problemlərdən biri nədir? Cinslə manipulyasiya eləmək. Cinslə manipulyasiya eləmək. Adam gəlir statistika qoyur sənin qabağına, deyir, bax, hər sahədə ən üstünlük kişilərdir. Düzdür? Bunun məqsədi nədir? O cins üzərindən manipulyasiya eləmək. Yəni nə? Yəni kişi listə birinci yerdədir. Deməli biz hamımız, məntiqi xəta burada. Deməli biz hamımız qadınlardan nəyi? Üstünlük. Fərz edək ki, listə birinci yerdə kişidir. Amma bu kişinin listə birinci yerdə olması, məsələn, şahmatda, fəlsəfədə, riyaziyyatda fərq yoxdur, istənilən sahədə. Birinci yerdə kişidir. Amma o X adlı kişinin listə birinci yerdə olması o demək deyil ki, sən də bütün qadınlardan üstünsən. Zəka cəhətdən, nə bilim, bacarıq cəhətdən, hər cəhətdən. Onun üstünlüyü sənə bunu deməyə əsas vermir ki, hamımız üstünlük. Burada manipulyasiya var. Niyə? Çünki adam travması var. Adam tutalım, ali təhsili yoxdur, savadı yoxdur, dil bilmir, bacarığı yoxdur. İki kəlmə yan-yana qoyub danışa bilmir. Qarşısında isə bir ali təhsilli xanım var. Nə bilim, Harvardda oxuyub. Sən onu bir tuta bilərsən. Princetonda oxuyub, nə bilim, Oxfordda oxuyub. 5 dənə dil bilir. Nə biznesmen. Cəmiyyətdə xeyri var. Cəmiyyətdə xeyri var. Və bu adam indi fərdi olaraq, individual olaraq onunla mübarizə apara bilməz. Yəni ona öz üstünlüyünü necə keçirsin? Sən mənə tabe olmalısan deyə bilməz. Yox, ümumiyyətlə ona üstünlüyünü necə keçirsin? Necə deyə bilər ki, mən sənin üstünəm? Sual verəcək. Nə cəhətdən üstünsən? Savadın, ağlın, dil biliyin, səviyyə. Hansı cəhətdən üstün? Bu burada nə edir? Məcbur. Deyir, yox, bax, bizim cins üstündür. Görsən manipulyasiyanı? Manipulyasiyanı görsən? Ha, bu olmaz. Ona görə mən həmişə bunu deyirəm, başqa podkastlarda da demişəm. Biz cinslər arası mübarizədən çox fərdlərin müzakirəsinə fokuslanmalıyıq. Yəni bu işdə fərd olaraq sən üstünsən yoxsa o. Bu daha produktivdir, daha məhsullardır. Yoxsa mənim cinsim üstündür, hər yerdə mən özümü qabağa verim, olmaz. Fərd məsələsi var da, yəni kimi təqva Quranda da ayə var, sizin ən üstünüz təqvalı olan şəxsdir. Və çox maraqlıdır. İndi Qurandan çox qəşəng istifadə edirdiniz. Quranın bəzi ayələrində görürük ki, Quran hətta bəzi xanımları kişilərə nümunə göstərir. Deyir ki, onlarda kişilər üçün nümunə var. İndi nə cəhətdən nümunə var? Məsələn, ayənin kontekstinə baxanda orada mübarizə cəhətdən, zülmə qarşı mübarizə cəhətdən. Çünki tutalım Fironun xanımıdır. Allah bunu müsəlmanlara, bütün kişilərə nümunə göstərir. Niyə? Çünki adam Firon kimi bir avtoritetə qarşı çıxdı. Cəmiyyət kişilər qarşı çıxa bilmirdi, bu qarşı çıxdı. Adamlar var ki, Fironun gözünə girmək üçün nələr edirdilər? Nə qətliamlar törədirdilər, nə cinayətlərə əl atırdılar. Yəni istər cəsarət olsun, istər zəka olsun, istər savad olsun. Bunlar cinsdən asılı deyil bu bir. İkincisi də ki, cins kontekstində müzakirə olunmalıdır. Bunlar fərd müzakirə olunmalıdır. Belə bir şey deyim. Yəni tarix mən bir ara araşdırma apardım. Tarixdə qadın mütəfəkkirlər barəsində. Məsələn, bir neçə dəfə mütəfəkkir tapdım. Hipatiya adlı bir hanım tapdım və yaxud klinik okulun məktəbində olan bəzi xanımlar var idi və bunların taleyinə baxdım. Ümumiyyətlə əksər orta əsrlərdə və ya qədimdə olan qadın mütəfəkkirlərin taleyinə baxanda hamısı cəmiyyət tərəfindən dışlanıblar. Bəli, kənarlaşdırılıblar. Məsələn, hətta Einsteynin xanımı haqqında da hətta kitab da yazıblar ki, Einsteynin xanımı riyaziyyatı Einsteyndən pis bilmirdi və Einsteynin nəzəriyyələrinin ortaya çıxmasında onun da rolu vardı. Sadəcə olaraq o xanım sonra evləndilər, uşaq dünyaya gəldi və o qadın evə həbs olundu və adı İttibatdır.
Halbuki potensial olaraq Einstein-dən də heç də geri qalmırdı. Yəni belə faktlar var. Həqiqətən tutalım mən görmüşəm bəzi xanımlar var ki, məsələn, imtahanlarda çox yüksək bal toplayıblar, çox yaxşı bacarıqları var, savadları var, amma hətta xaricdə təhsil almaqda imkanlar var, amma tutalım qadın olduğu üçün məhdudiyyət var. Deyirsən, qadınsan. Sən bizdə qardaşım bu məsələni deyim. Bizdə günahkar qalıb kənarda başqaları onun əvəzini ödəyir. Məsələn, tutalım indi mən o qız bir dəfə danışdı mənə, dedi ki, mən təhsil ala bilərəm xaricdə, amma ala bilmirəm, çünki valideynim qoymur ki, sən qızsan, sən tək başına hara gedəsən. Mən o valideyni hardasa başa düşürəm. Narahat olur ki, kimlərsə buna qarşı xoşagəlməz hərəkətlər eləyər, başına oynayacaqlar və s. Burada məsələ nədir? Təhlükə mənbəyi kimdir? Kişi. Bu, məsələn, qadın tək başına gedər, başına nəsə gələr, o narahat deyil ki, birdən qadınlar onun başına nəsə gətirir, kişilər başına nəsə gətirir. Bizdə problem budur. Deyirlər ki, gecə saat 12-dən sonra çölə çıxmasan qadın emir. Sən kişilər edir də, kişilər üzündən çıxmır da yazır. O hərdən bəziləri belə çox bərbəzəkli sözlər deyir. Hər bir qadın onu qoruyacaq güclü kişi axtarır. Kimdən qoruyacaq? Qadınlardan, kişilərdən. Belə bir şey deyim. Mən bir mifdə oxumuşdum. Qədim Yunan mifi səhvlərimsə, Zevs gəlir bir xanımla məcbur əlaqəyə girir və bunu Zevsi və ya başqa tanrı da ola bilər, yəni qatışdıra bilərəm. Zevsi cəzalandırmırlar. Həmin xanımı cəzalandırıb yer altına məhkum edirlər. Bu hətta qədim Yunan mifindən o var idi. O mifdə, o cəmiyyətdəki təhdid şuurun nəticəsidir. Hələ də o qalır. Bu yaxınlarda bir video çıxdı. Üzr istəyirəm, o qız uşağıdır, balaca uşağı və böyük kişi. Və o yorumlara girib baxırsan, deyirlər ki, onun özündə var imiş ki, bu belə edir. Hələ də o şuur. Lap fərzidir ki, onun özündə var. Lap fərzidir ki, onun özündə. Lap fərzidir ki, indi bu qızın, bu xanımın ayağı sürüşkəndir. Sən nə olub? Sən niyə bu işə? Çünki tələbat olmadıqca tələb. Hə. Çünki indi cəmiyyət o qədər pozulub ki, bu şeylə fərq edən insanlar var. Aydındır. Burada indi bayaq onu demək istəyirdim ki, cinayətkar qalır kənarda, cinayət qurbanı bu artıq tənqid atəşinə məruz qalır. Qardaşım, burada cinayətkarı tərbiyə etmək lazımdır. Cinayəti törədəni tərbiyə və ya potensial cinayətkarı tərbiyə etmək lazımdır ki, sən ümumiyyətlə qarşıdan gələn bir qadına və ya münasibətdə olduğun qadına, iş mühitində olsun, küçədə olsun və s. münasibətdəsən düzdür. Sən buna necə yanaşmalısan, necə münasibət qurmalısan? Sən bunun namusu, bunun məsələn iffəti ki, bizim cəmiyyətdə bu dəyərlər önəmlidir. Sən buna necə yüngül yanaşa bilərsən və öz belə deyim, heyvani hisslərini doydurmaq üçün necə bunları görməsindən gələ bilərsən? Məsələn, niyə bu gün bir xanımız, oğlan rahat çıxıb gedə bilər də təhsil almağa xaricdə? Bu gün niyə əksər xanımlarımız rahat gedib təhsil ala bilmir xaricdə? Kimin üzündən, kim səbəb olur buna? Qorxu. Qorxu ki, birdən hansısa bu qadının fitrətində, yaradışında deyir ki, bu tək gedə bilməz. Yəni bu demək bunu çəkindirən nəsə olmalıdır. Var və real faktlar da var. Məsələn, o vaxtı yadımdadır, bəlkə indi siz yəqin ki onu görmüsünüz ya görməmisiniz bilmirəm. Türkiyədə bir səhv etmirəmsə İtaliyalı xanım idi. O dünya turuna çıxmışdı. Türkiyədən gəlib keçəndə bir KAMAZ şoförü tərəfindən zorlanmışdı və zorlanıb öldürülmüşdü. Məsələn, belə faktlar var və ya Hindistanda bu hadisə də olmuşdu. Kişinin gözünün qabağında xanımı zorlamışdılar. Yəni, belə hadisələr, belə faktlar insanları narahat edir. Amma biz problemi yenə nədə görürük? Qadında görürük və qadının, çünki indi bu hələ indi mühafizə orqanları var, dünyada hüquq var filan, bu işlər görənlər cəzalandırılır. Siz qədim dövrləri təsəvvür edin. Ki, ümumiyyətlə hüquq mühafizə orqanları yox idi, cəmiyyətlər çox primitiv idi və bir qəbilə dururdu, o bir qəbiləyə hücum edirdi, xanımlarını əsir aparırdı, kəniz aparırdı. Yəni, belə dövrdə bir qadın necə karyera qursun, bir qadın necə cəmiyyətə çıxsın, necə inteqrasiya eləsin? Brazillər onu, necə Hipatiyanı qısasından sürtdülər, tikə-tikə doğradılar. İndi İslama qayıtmaq istəyirəm. İslam mövzusunda bu müftilik məsələsi var. Müftiyid və ya müfti fətva verən əksəriyyət kişilərdir. Nəzər baxımından İslamın nəzəri nədir ki, İslamda nədir ki, qadın müfti ola bilərmi, fətva verə bilərmi? Yəni bu alimlərin və yaxud İslam baxışına nədir? Bizdə ənənəvi yanaşma belədir ki, mən ənənəvi yanaşma deyirəm. Ənənəvi yanaşma belədir ki, qadın müfti ola bilməz, fətva verə bilməz, mərci təqlid ola bilməz. Arqumentə baxın. Arqument. Qadın əgər cəmiyyətə çıxsa,
o cəmiyyətdə şiddətə məruz qala bilər, həm kişilər tərəfindən müəyyən təzyiqlərə məruz qala bilər. Məsələn, tutalım biz kişilərin həyatında görürük ki, bunlar həqiqəti təbliğ edəndə müəyyən hücumlara məruz qalırlar, bəzən öldürülürlər və s. və ilaxır. Qadın o şeyə məruz qalmasın deyə qadın fətva verməz. Mən bu arqumentdən razı deyiləm. Nəyə görə? İndi təbii ki, bunu Quran-Kərimdən çıxarış edənlər də var və hədislərdən ki, Quran-Kərimdə biz baxanda görürük ki, Allah orada kişiləri misal çəkir və s. O tərəfinə girmək istəmirəm. Mən sırf bu məsələni danışmaq istəyirəm ki, həqiqətən bu şey bir qadının müfti olmasına manidir yoxsa yox. Deməli, bizdə təsəvvür belədir ki, sən müftisənsə, mütləq cəmiyyətin arasına çıxacaqsan, orada təzyiqlərə məruz qalacaqsan, mütləq orada sənə daşqalaq eləyəcəklər və s. Və məsələn, övlad tərbiyəsi məsələsində burada önə çəkənlər var ki, qadın müfti olacaqsa bu bütün günü get-gəl olacaq, sual verənlər, ziyarətçilər belə bu övladına nə vaxt darsın, ərinə nə vaxt darsın və s. belə arqumentlər var. Burada iki məsələni qeyd etməsən. Birinci məsələ budur ki, qadın müfti olsun ancaq qadınlar üçün. Belə bir şey mümkündür. Hətta qadınlar üçün müfti olması daha yaxşıdır. Niyə deyirəm? Çünki mən də razıyam bu fikrinizlə. Çünki qadınların bəzi məsələlər var ki, onu kişilər başa düşməz. Çünki şəriət elə bir şeydir ki, bəzi məsələlər praktikada yaşamalısan ki, onu tam anlaya biləsən. Və kişilər bunu yaşaya bilmədikləri üçün qadınlar tam anlaya bilməz. Burada xanımların lap tam anlasa da nəticədə qadın üçün müfti olması. Yəni bir qadın, məsələn, həkim məsələsində biz deyirik ki, qadın həkimlər də olsun ki, bu qadın pasiyentlər getsin qadın həkimlərin yanında müalicəsində, kişi həkimin yanında müalicə almaqdansa qadın həkim. İndi bu qadınlar da öz hökmlərini gəlib kişidən soruşmaqdansa, getsin qadından soruşsun. Burada sən zəka cəhətdən məhdudiyyət görürsənmi? Yox, heç bir məhdudiyyət yoxdur. Qadın da müştəhid ola bilər. Necə ki, qadın müştəhidlər də var. İmkan vermirlər ki, qadınlar üçün müfti olsun. Ümumiyyətlə müasirdə qadın müştəhidlər də var, qadın filosoflar da var, təfsir yazan qadınlar da var. Bu belə ola bilər. Gözəl. İkinci məsələ. Bəyəm indi müştəhidlər hamısı cəmiyyət içərisindədir? Yox. Hamısı bir dövrdə heç kim məcbur nəyəsə. Yox, ümumiyyətlə məruz qalmır. Kim bütün günü küçədə müştəhidi görür ki? Müftini görür ki? Müftini bu dəqiqə görmək, ziyarət etmək özü yəni çətin prosesdir, bir prosedurdur. Sən müəyyən xüsusən də o məşhur müştəhidlər əvvəlcədən neçə gün qabaqdan, bəzən neçə ay qabaqdan vaxt almalısan, görüşə getməlisən və s. Nə qədər yanında mühafizəçisi var və s. Ona görə burada bir şiddət, bir daşqalaq. İndi qədim dövrdə təsəvvür oluna bilər. İndiki dövrdə elə təhlükə yoxdur. İkinci bir məsələ, ailə, uşaq tərbiyə məsələsi. Bizdə təsəvvür belədir ki, müştəhid, qadın müştəhid elə 20-25 yaşında müştəhid olacaq. Çünki qadın nə vaxt ailə qurur? Tutalım, ortalama 20-25 yaşında ailə qurur. Həmin ərəflərdə bunun uşağı olur və s. Qardaşım, müctəhid adətən neçə yaşında olur? 60-70 yaşında. Bu 60-70 yaşında qadın hansı uşağa baxacaq, hansı ərəb. Ona görə nə ziyanı var ki, qadın da 70 yaşında, 60 yaşında. Çünki 70 yaşından sonra müştəhid olanlarımız varmı? Var. İndi bu qadın da 70 yaşından sonra müştəhid olsun. Nə ziyanı var? O belə deyək də, İslamda elm oxumaq, öyrənmək vacibdir. Hər bir kəsə vacib. Hər bir kəsə vacib. Sən bu xanımlardan kənara tuta bilərsən. Yox, burada məsələ qadınların təhsilinin maneəsini törətməkdir. Burada məsələ qadının müfti çünki sosial bir necə deyim, 60-70 yaşında yəni həm məsələdə. Hadi sən 60-70 yaşında uşaq yetişdirmirsən ki. Sən 60-70 yaşında, indi eləsi var 70 yaşında əri də yoxdur. Və eləsi var ki, ümumiyyətlə evlənmir. Və evlənib cavan yaşından dul qaldı. Sən buna necə deyə bilərsən ki, sən bir də arqument gətirsən, öz zehnində bir ailə modeli qurmusan, o ailədə məsələn hər zaman uşaq aktualdır, ər aktualdır, xidmət aktualdır, ev işləri aktualdır. Qardaş, bəyəm müştəhid kişi bütün işləri özü görür. Bazarlığı özü eləyir. İndi biz deyirik ki, məsələn, çöl işlərini kişi görməlidir. Düzdür, bazarlığa getməlidir, nə bilim, evin bütün tədarükü. Müştəhid kişilər hamısı ev işlərini görürlər. Yox, bütün gün otururlar şeydən, öz ofislərində elmi araşdırmalar aparırlar, gələnləri qəbul. Hansı müştəhid get bazarda soğan, kartof alır. İndi necə oldu? Kişiyə gələndə belə şeylər yoxdur, amma qadına gələndə o saat ya uşaq bəhanələr çıxır oradan. Ona görə biraz obyektiv olmaq lazımdır, biraz praktik olmaq lazımdır, biraz real yanaşmaq lazımdır hadisələrə. Zehnində sən bir şey qurmursan, onun əsasında sən hökm çıxarırsan. Çıxa bilmir təəssüf. İndi mövzumuzun axırına yavaş-yavaş yaxınlaşırıq. Belə bir şey deyək ki, Azərbaycanda yaşayırıq və necə edə bilərik ki, Azərbaycanda artıq qadın mütəfəkkirlər hələ də var. Sadəcə yəni bu düşüncələr hələ də var da yəni bizdə. Buradan necə çıxa bilərik qadın mütəfəkkirlərin inkişaf eləməsi üçün nə etmək lazımdır?
Bax, bunu demək istəyirəm. Əməl, yəni praktika buradan başlayır, zehindən başlayır. Sən birinci bu şeyləri beynində həll eləməlisən. Beynin çünki necədirsən, necə fəaliyyət göstərirsən, necə düşünürsən, sənin həyat tərzində o cürdür. Məsələn, bir insan pessimistdirsə, o həyata pessimist yanaşacaq. Bütün hərəkətləri, bütün davranışları, bütün proqramlarda pessimizm üzərində qurulacaq. Bir insan nikbindirsə, optimistdirsə, o proqramlarda o cür olacaq, davranışları o cür olacaq. Dostluq münasibətləri, ailə münasibətləri, insanlarla münasibəti o cür olacaq. Düşüncə də problemdir. Düşüncəni düzəltsə, yəni bu məsələ öz yerinə oturacaq. Ona görə bayaq bu məsələni dedim. İnam məsələsi. Ən təhlükəli şeylərdən biri də inanmaqdır. Yanlış olana inanmaqdır. Bu gün bizim cəmiyyətdə demək olar ki, bəzi əksər qadınlar buna inanırlar ki, bunlar zəka cəhətdən, bacarıq cəhətdən kişidən geridirlər. Nə qədər ki, buna inanmısan, sən heç nə deyə bilməzsən. Çünki sən hər zaman özünü ikinci cins olaraq görəcəksən. Sən nə etməlisən? İnanmalısan ki, xeyr, kişilik və qadınlıq, dişilik və erkəklik bu fizioloji bir məsələdir. Bunun zəka ilə əlaqəsi yoxdur. Çünki zəka məsələsi ruhani bir məsələdir, ruhi bir məsələdir, abstrakt bir məsələdir. Zəka cinsimizdən asılı deyil. Bəli, zəkaya təsir edən hallar var, faktorlar var. Məsələn, genetika bunlardan biridir. Bu danılmaz bir faktdır. Bizim genetikamız o kişi qadın fərqi yoxdur. O kişi qadın fərqi yoxdur. Bəli. Məsələn, tutan bir kişi uşaq evində böyüyübsə, xüsusən orada travmatik bir mühitdə böyüyübsə, bu o bütün həyatına təsir edəcək. Ola bilsin ki, o ümumiyyətlə həyatda heç nə uğur qazanmasın. Uşaqlıqdan travmalar yaşayıbsa və s. Bu hal qadın üçün də keçərlidir, kişi üçün də keçərlidir. Amma söhbət normal şəraitdən gedir, söhbət potensialdan gedir. Potensial olaraq əgər bir qadın fikirləşsə ki, yox, mən də filosof ola bilərəm, mən də yaxşı elm adamı ola bilərəm, necə ki, olanlar var. Yəni, bugün galaktika kəşf edən qadınlar var. Bizim çoban otaran, üzr istəyirəm bu ifadəyə görə, bizim çoban otaran deyir ki, mən ondan üstünəm. Sən nəyin ondan üstündən? Adam galaktika kəşf edib, galaktika kəşf edib. Necə ki, bir Türkiyə xanım, hicablı xanım idi. Hə, hicablı xanım. Bir adam galaktika kəşf edib. Bu dediyim bəy gəlir deyir ki, yox, mən ondan üstünəm. Bu toksik mühitdə və bu toksik təbliğatların aktiv getdiyi mühitdə əgər o biri cinsdə inansa ki, həqiqətən mən ikinci cinsəm, o heç vaxt olmayacaq. Deməli, birinci addım nədən başlayır? Beyindən başlayır. Sən özün inanmalısan ki, xeyr, mənim buna potensialım var, mən ola bilərəm. Ondan sonrası qalıb nəyə? Sənin proqramına. Sən əgər özünə düzgün bir proqram qura bilsən, yaxşı yerdə təhsil ala bilsən, yaxşı imkanlardan faydalana bilsən, sən yol açıqdır. Belə bir şey deyim, Avropada hansısa ölkədə belə bir hadisə baş vermişdi. Qaradərili bir xanım, qaradərili avtobusa minməyə icazə vermirdilər, yoxsa hansı yerdə oturmağa icazə vermirdilər. Ağdərlilərin eyni yerdə oturmağa icazə vermirdilər. Qaradərili xanım gedib orada oturmuşdu və buna etiraz eləmişdilər, tutmuşdular həmin halda. Və bu qaradərili xanımın orada oturmağa, yəni israr eləməsi səbəb oldu ki, bütün qığılcım oynadı. Qaradərlilər ayağa qalxdılar və öz haqqlarını tələb etdilər və özləri öz haqqlarını qazandılar. Bizdə belə bir təsəvvür yaranıb ki, qadınların haqqları kişilərin əlindədir və kişilər buna icazə vermədikcə bunlar qalxa bilməz. Yəni kişilər gərək buna icazə versin, kişilər gərək buna çalışsın ki, qadınların hüquqları qalxsın, qadınlar da mütəfəkkir çıxsın. Əslində belə deyil. Yəni onlar özləri də çalışaraq öz potensiallarını üzə çıxarda bilərlər. Necə ki siz dediyiniz. Mən hər seminarda bunu deyirəm və ya müxtəlif seminarlarda fürsət düşsə bunu deyirəm. Hüquqlar verilmir, alınır. Qadın əgər çalışmasa hüququnu almaq üçün, hüquq deyəndə burada sırf dövlət hüququnu nəzərdə tutmaq, burada baxış. Məsələn, ola bilər konstitusiyada sənin hüquqların tam təmin olunubdur. Məsələn, bu gün Azərbaycan konstitusiyasında heç bir problem yoxdur, gender pozuntusu yoxdur. Söhbət baxışlardadır. Söhbət baxışlar. Yəni o deyir ki, mən sənin hüququnu verirəm, təmin edirəm. Amma sən zəka olaraq məndən geridəsən. Bax bu baxış problemidir. Problem hüquqi müstəvidə də həll olmalıdır. O baxışlarda da həll olmalıdır. Bu gün biz bu problemi həll etməsək, o zaman heç vaxt nə etməyəcəyik? O hüquqları təmin edə bilməyəcəyik. Ona görə qadın birinci mərhələdə inanmalıdır. Ki, mən bu potensiala sahibəm. Mümkün deyil. İnanmasa nəyin davasına aparacaq? Kim aparsın onu? Bəli. Birinci inanmalıdır. İkinci müqavimət göstərməlidir, mübarizə göstərməlidir, özünü sübut etməlidir. Yəni bu təkcə sözdə olmamalıdır. Hə, mən üstünəm, yox. Və ya mən bərabərəm, yox. Göstərməlisən. Necə göstərənlər var, düzdür? İkinci mərhələdə nədir? Almalısan, mübarizə aparmalısan. Bu iki proses olmasa, o zaman bu problem hər zaman davam edəcək. Məsələn, bir xanım var, arabir söhbət edirik, demək olar ki, mənlə yaşıddır.
və fəlsəfi söhbətlər edirik. Bəzən elə şeylərdən danışır ki, fəlsəfə barəsində, elə şeylərdən danışır ki, təəccüblənirəm və ona necə həsəd aparıram ki, bunun dediklərini mən niyə bilmirəm. Kaş ki, onun dediklərini mən də deyə bilərdim. Və bu sübutdur ki, yəni bunlardan həqiqətən də ola bilər. Yəni öz potensiallarını üzə çıxardırlar. Və həm xanım istəyir, çalışır ki, potensialını üzə çıxarsın və yəni bilirəm ki, o da çıxardacaq. Yəni istəyirəm ki, bu cəmiyyət olaraq, cəm olaraq hər kəsdə olsun. Məsələn, kənddə bir dəfə mən iki xanımın arasından keçdim. Bizdə belə bir anlayış var ki, dedilər ki, geri qayıt. Dedim niyə? Dedilər ki, iki arvadın yanından keçəndə evdə qalsın. Belə bir düşüncə olduqca yəni çətin ki, Elə şeylər çoxdur. Məsələn, biz seminarlara gedəndə bəzi bölgələrə orada çox qəribə adət-ənənələr var. Məsələn, bir qadın və ya hətta kişi öz atasının, qaynatasının, qaynanasının anasının yanında uşağını qucağına ala bilməz. Və ya bir dəfə bizim seminara bir xanım qoşulmuşdu, dövlət qulluqçusuydu. O dedi ki, biz 4 bacıydıq, atamız həmişə bizi kəndə aparırdı. Və bir dəfə babam atamı çəkdi kənara, dedi ki, bəs olmaz da belə həmişə qız uşaqlarını gətirsən, mən kənddə abrım gedir. Bu nədir elə ancaq qız uşaqları, oğlan da yoxdur. Bundan sonra deyib atamız bizi kəndə aparmadı. Belə şeylər var. Bir dənə misal çəkim, sıxsalar toxundu mən dediyim ki, bir xanımla müzakirə etmişdim. O dedi ki, mənə belə dedi ki, qadınlar fitrətində fitnə var. Və tarixən böyük fitnələrin əksəriyyəti qadınlardan yaranmışdı. Və məsələn İslam tarixində bəzi şeylər misal çəkdi ki, əslində fitnələrin kökündə olan qadınlardır. Sayısaq bir-iki dənə deyilik. Amma bəs digər fitnələr kim törədib? Və müharibələr kim törədib? Kim törədib? Məsələn bizdə bir qorxu var. Məsələn bu ümumiyyətlə gender bərabərliyinə qarşı bu cür sərt reaksiya ki var. Bunun kökündə dayanan bir qorxu var. Birdən qadın kişi ilə bərabər olsa və ya qadın avtoritet olsa məsələn deyirəm. Problem nə yaranır? Kişinin burada bir qorxusu var. Avtoritetin əldən getməsi. Bir dəfə də belə bir misal çəkmişsiniz ki, kişilər belə düşünür ki, qadınları çölə buraxsa, qadınlar evdən çıxsa artıq pozulacaqlar, bu cür şeylər. Siz orada bir qəşəng söz işlətsiniz. Dediniz ki, əgər oldursa, yəni sən potensial olaraq əxlaqsız saxlayırsan. Bəli. Və həm potensial olaraq evdə bir əxlaqsız saxlayırsan, bu bir. İkincisi, sən çöldəkinin günahını, bədəlini evdəkinə ödədirsən. Və yenə deyirəm, ehtiyat başqa şeydir. Tutalım, mən cəmiyyətdə əgər belə bir halın aktiv olduğunu görsəm, yayğın olduğunu görsəm, təbii ki, ehtiyat eləyirəm. Amma biri var, mən bunun bütün günahını qadına yükləyirəm, deyirəm, siz beləsiz, siz eləsiz, siz. Bir də var, mən xeyr, qorumaqla yanaşı təbliğat da aparıram ki, siz də özünüzü düzəldin. Çünki, yenə deyirəm, təlimlərdə, indi bu təlimlər elədir ki, sən bütün bölgələrə gedirsən və çox zəngin bir təcrübə qazanırsan. Məsələn, xanımlar var idi ki, danışırdılar ki, biz küçədən keçəndə, oğlanlar var ki, qışqıra-qışqıra nömrə deyirdilər. Şimdi bu nəyə lazımdır ki? Ya adam balası kimi gəldinə ki, tamam, ay xanım, mən sənə tanış olmaq istəyirəm. O sənə desə ki, hə, mən də olmaq istəyirəm, tanış ol. Ya desə ki, olmaq istəyirəm, uzaqlaş. Bu qışqıra-qışqıra nömrə vermək nə deməkdir? Bu əslində nədir? Bu əslində odur ki... Oğlan da eləyə bilər. Hə da, yəni bizdə bu şeyə fəxr kimi baxırlar. Fəxr kimi baxırlar ki, sən qaqan getdi 2 dənə qıza sataşdı oradan. Oradan 3 dənə qızdan nömrə aldı. Bir arasında biri deyirlər. Bir insan təsəvvür edin ki, hansısa bir qızdan nömrə almağı ilə fəxr edir. Bu əslində mental cəhətdən və ya mentalitet cəhətdən o bir çöküşün göstəricisidir. Sən nə ilə fəxr edirsən? Yəni insan ona uğur gətirmək, özünü gətirən, isbat etməyə çalışır. Ən əsas mətləb budur. Bu adamın özünə şəxsiyyət qazandıracaq heç nə yoxdur. Onunla özünə şəxsiyyət qazandırır. Və ya məsələn o vaxtı mən görürdüm, məsələn məktəbdə bəzi qaqaşlar var idi. Bunlar nə ilə fəxr edirdilər? Sumka, çanta gətirməməklə. Bir dənə dəftərləri olurdu, bütün fənləri ora yazırdılar. O dəftəri də arxa ciblərinə qoyurdular. Və mən onu müşahidə eləmişdim. Deyir də, görürsən, qaqan sumka gətirmir, çanta gətirmir. Bir dənə dəftəri var. Bununla fəxr edir. Bu çünki bunun savadı yoxdur, bunun bacarığı yoxdur. Bu dərs oxuya bilmir. Axı bu o kütlə içərisində, həmyaşıdlar içərisində fərqlənmək istəyir, özünü isbat etmək istəyir. Nə ilə özünü isbatlamağa çalışır? Çanta gətirməməklə. Bax belə şeylər çoxdur bizim cəmiyyətdə təəssüf. Danışlar çox şey var, amma deyirəm ki, belə kifayətdir. Vaxtımız var. Sizə təşəkkür edirəm. Mən təşəkkür edirəm. Çox sağ olun. İnşallah podkastlarınız uğurlu olsun. İzlədiyiniz üçün təşəkkür edirəm. Növbəti podkastlarda görüşənədək sağ olun, salamat qalın.